Hatta. Değişim şekli var. Ay başıma dönüm. Ay Orxan, qoy keçim otağa. Burada kuxuna da qışqırıram, uşaqlar gəlir. Qoy keçim o tərəfə. Yoxsa mən xodda son indi torumuz yoxdur məndə. Nədə? İlham neynəsin nədə? Mənim millətimin özü qızışmış millətdir. Kişi kişi ilə yaşayır, arvad arvadla yaşayır. Mənim millətim, biz petuqları söyürəm ha çox vaxtı. Bilirsən də mənim lozunqum budur da, petuqları söyürəm də, hamı bilir bunu. Bütün Azərbaycan bilir bunu. Amma əslində mən petuqları nahaq yerə söyürəm. Nahaq yerə söyürəm. Bu petuqların minənlər kimdir? Bu petuqa minən kimdir? Bu petuq üçün Qalenvagen alan kimin hansı qəhbənin balasıdır? Bu petuqları yaşadan, bu petuqları yaşadan kimdir? Hamısı nazirlərin balalarıdır da. Sən gedib petuqa pul verərsən, ha? İndi ki ayrı oturaq düz danışaydı. Sən petuqa gedib pul verərsən, hansı kasıb gedib petuqa pul verər? Kasıb öz götünə şey ala bilmir vazalin. Petuqa necə getsin baxsın? Bu petuqlara bunlar gedirlər qaşayın. Bunlar üçün villalar, bunlar üçün ev, bunlar üçün eşik. Yəni bu bir tərəfə. Biz İlhamı nahaq yerə söyürük. Ya Allaha and olsun. Ana İlham neynəsin? Ana mənim millətimdə cənabətli millət olub, mənim millətim. Mənim millətim ücə cənabətli gəzir. Gecə arvadı ilə yatır, səhər qusul vermir. Soruşursan ki, deyirsən ki, cənabət quslu verirsən, deyir cənabət quslu nədir? Aybaşı olan arvadlar heyz qusulu vermir. Soruşursan ki, heyz qusulu verirsən, deyir heyz nədir? Mənim millətim ücə kafirləşmə gedib. Mənim millətim bu dəqiqə vara. Xristiyana niyə gülürsünüz ki, qardaş? Dünyada ən təmiz millət, mən xristiyanların içində yaşamışam Rusiyada, özün də bilirsən. Ən təmiz millət ruslardır. Axşam piyanistqalıq elir, 1000 nəfərlə yatır, səhər çimir, gedir işinə. Mənimkilər avtobusa minirsən, avtobusda sperma iyi gəlir. İstəyir kişilərimiz, istəyir arvadlarımız. Bilirlər, avtobusa biri də bizə görsə... Allah and olsun düz deyir. And ol Allah. Düz demirəm, denən sənin dadurun ağzına sıçım. Avtobusda otururdum, işə gedirdim. Kişi, mən oturan yerdə kişi axı ayaq üstə dayanır. Onun şalvarı mənə yaxın olur axı. Sperma iyi gəlirdi kişidən. Başa düşdün məni? Yəni mən bunları deyirəm, pis oluram. İndi də qardaş başıma dönüm. Dünənləri nə görmüşəm? Deməli şəhid anası. Ana bu İlhamın nə eləsin? Allah belə qəhbələrin belə prezidenti olar da. Allah belə brafuraların belə prezidenti olmalıdır da. Allah dağa baxar, qar verər də. Başa düşdünüz məni? Ana şəhid anaları bu dəqiqə sayfa gəzirlər. Şəhid anaları canlı gəzirlər. Keçən səfər bir dənə şəhid anası çıxıb xalqın ərin, padruqasının ərin alıb əlindən. Gecə saat 12-də canlı yayında şəhid anası, kişinin oğlu. Mən o da xəstələnmişəm. Mən özümə görə xəstələnməmişəm. Mən özüm sağlam həyat yaşayıram. Mən dünyanın ən kral həyatını yaşayıram bu dəqiqə. Mənim balalarım əlhəmdülillah gül kimi yaşayıram. Mən bunlara baxa-baxa xəstələnmişəm, dəli olmuşam. Bəzən güzgüyə baxıram, özümlə danışıram ki, sakitləşim. Alimlər deyib ki, insan özü ilə danışanda bəzən onun əsəbləri yerinə gəlir. Ay kişinin oğlu, şəhid anası saat 12-dən sonra, gecə 12-dən sonra padruqasının ərin, TikTokda tanış olduğu padruqasının ərin əlindən alıb, başıma dönüm sənin. Gecə 12-də canlı yayına çıxır, gecə 12-dən sonra da bu benamız Peysər bunun yanına gedir. Canlı yayında çıxır, deyir ki, əcəb eləmişəm. Mənə sevirdə sahnə var, mənə sevirdə bu, nə istəyirsən, ay başı məndən. Qırğın deyə kişinin üstündə, şəhid anası. Ama bunlar bir sənə eləyiblər, şəhidi satışa qoyublar kişinin oğlu. Sənin yadındadır bu şəhidlər günündə, şəhidlər anım günündə. Şey çıxdı, o qızın adı nədir, o balaca uşağı da var, o Ləman. Aslında o Ləmanı niyə söylürlər ki, mənim başım çıxmır. Ləman bir dənə söz deyib, qayıdıb deyib ki, mən canlı yayın şey eləməyəcəm, nədir, PK oynamayacağım. Şəhid anaları ilə qazilərə dəstək olacağım. Birincisi Ləman kimdir? Şəhid anası ilə qaziyə dəstək olsun. Bir də baxdım, gördüm, ay Orxan, ay başıma dönüm. Həmən gecə səhərəcə şəhid anaları ilə qazilər. Ləmanın sayfasında qanıdır, qan su əvəzinə axırdı. Qan su əvəzinə axırdı. Dilənçilər tökülmüşdü ora. Ay kişinin oğlu, qazini petuq sikər. Mən bir dənə cavab verin, petuq qazini sikər.
Hə? Petuq. Petuq qazını necə sikə bilər? Petuq çıxdı canlı yayına. Dedi ki qazını şeyin göndərmişəm də sənə o videonu canlı yayını. Orxan, sənə göndərmişəm də mən o qazının canlı yayını. Mən onu paylaşmışdım. Onu məndən şey elədilər, partlatdılar. Sayfələrim gedir, videolarım paylaşılmır son zamanlarda. Çünki çox vururlar sayfələrimi. Həddindən artıq çox vururlar sayfalarımı. Özün bilirsən. Qazi demək gör necə olub. Qazi tanış olub Petuqla. Petuq buna gözü düşüb. Petuq bunu çağırıb evinə. Petuqun da anası dediyinə görə namaz qılır ki, əlbət namazda dombalır, deyir ki, ya Allah mənim oğlumun götünə qüvvət ver. Qazini çağırır evə. Qazini evə çağırandan sonra 2 gün qazi ilə yaşayır. 800 manat qazinin cibinə pul qoyur. Qazi bunu atıb gedəndən sonra bunda qısqanclıq seremoniyası əmələ gəlir bu Petuqda. Gedir qazini ta evinəcən, evini tapır Yasamalda. Yasamalda arvadı, uşağı, cavan arvadı qazinin uşaqları. Özdə həmən qaziyə bax bu İlham Əliyev 4 dənə medal verib öz əli ilə. O yadındadır 7-8 dənə qazi var idi, şikəst qazilər. İlhamla mehriban olaraq medallar verdi, seçilmiş qazilər. Həmən qazilərdən biridir. O seçilmiş qazilərdən biri. Petuqla yaşayıb. Petuq gördü ki, qazi buna qayıtmır. Qardaş, başıma dönüm, eləmə tənbəlli. Çıxdı canlı yayına. Qazinin şəkili qoydu. Onu rüsvay cahan elədi. Baxın, görək biz nə yaşayırıq. Allah, biz kim üçün savaşırıq? Allah, nə bizə lazım? Allah, Allah and olsun. Axır zamanlar iyrənirəmişik. Çıxmıram, nəyimə lazımdır? Mən gedim bu qəhbə götverənə götürüm, oturum türbədə. Mənə lazımdır. Allah, əcəb eləyir İlham bunlara. Əcəb eləyir. Allah, bunlar qəhbədilər. Bunlar qəhbədlər. Allah, o boyda Elvin Musayevi tutdular. Bir nəfər çıxıb demədi ki, o uşağı siz niyə tutmusunuz? Kimi öldürüb? Vətən xaini bilirsən nə deyirlər? Perivarot eləyənə, vətən xaini deyirlər silahlanan, devriliş eləyənə, vətən xaini deyirlər öldürənə, hökuməti öldürənə, zərər verənə, söz danışana vətən xaini deyirlər. Hətta vətən xaini öyle özünüzsünüz siz. Şəhid anası şəhidin satır. Qazi götün verir. Ama belə şey olar. Ha? Allah bunu götürər. Mən də danışıram qardaş, oluram pis. Başa düşürsən, oluram pis. Mən nə xüymə lazımdılar. Mən уже bunu görəndən sonra bu səhrəni, Orxan, bu şəhid analarının canlı yayınlarda öz balalarının satışını görəndən sonra mən özümə nifrət elədim. Dedim, Allah, mən kim üçün savaşıram? Bularsan. Şəhidin anası başını bağlayıb, oğlanın şəklini qoyub dalda pul dilənir. Gediblər uşaqlara, o Amerikada olan uşaqlardan dilənirlər, Petuqların sayfasından dilənirlər, fahişələrin, marka fahişələrin sayfalarından pul dilənirlər ki, sən pulu neyinirsən, ha, sən qəhbə, pulu neyinirsən, sən balon ölü be. Ged otur uşağın üstündə, ged oradan bir dua oxutdur, bir onun bir kəlmə-i şəhadət oxu, bir şeylər de, ged balonun qəbrinin üstündə otur, ged eysan pişir, yetim yesirə eysan verginə, sən nə sikdirirsən qəhbə götverən sayfasında? Mən kim üçün savaşıram mən? Mən kimə görə özümü itirirəm? Allah, mən kraliçə kimi həyat yaşayıram. Mənim nəvəm bir yandan qazanır, qızım bir yandan qazanır, qohumlarım, qardaşlarım bir yandan qazanır. Hərə mənə mənim başım, məni gül kimi saxlayırlar əllərinin içində. Mən dilənçi arvadan mən çıxmışam burada. Mənim də xeyrim var ki, canlı yayında açmıram ki, deyəsiniz dilənçilik eləyir, ya hədiyyə istəyir, ya pul istəyir. Elhamdülillah. Məktub yazanlar olub balalarım Lənkərandan, Bakıdan, hər yerdən, Azərbaycanın bütün bölgələrindən mənə məktublar yazmaq ki, bir-birinə lazımdır, bir-birinə lazımdır. Elə vaxt olub, hətta ac günümdə olub, mən deməmişəm mənə lazımdır. O şey deyirdi, mənim anam rəhmətli deyirdi, balam, ac olsuz, evdən anam rəhmətliyin vəsiyyəti deyə, mənim anam deyərdi, bala, ac olsuz, aclığınızı heç vaxtı qonşuya bildirməyəsiniz. Dişə çıxardım, dişimi çubuqla təmizləyərdim. Ac olanda soruşardı qonşu nə yiyibsən, yalandan deyərdim, kabab yemişəm. Alirza, kaş ki sənin nəslində mənə kimi qəhbə olardı, kişi qəhbə, peysərlər, göçkən götürərlər. Bir dənə sözünüzü, Əlirza. Ay Alirza, sən kimsən ki, siz bir-birinizin götürürsünüz də. Əlirza bilirsiniz kimdir? Bəyək bir söz dediniz, heyz qusulu almırlar. Bax o heyz qusulu almayanda bətinə düşən nüftədən dünyaya gələn uşaq vələdzinə sayılır. Bunlar hamısı bir-birini götür sikirlər də. Əlirza onlardandır.
Bunlar arvadları ilə yatmır ki, qardaş. Bunlar bir-birinin götün sikirlər də. Arvadları ilə bu arvadlarımız niyə götlərin şişirdib? Məbələrini şişirdib ki, onlara tamah eləsinlər. Bunlar hamısı öz bir-birinin ki, o Bərdəni görmürsən? Производство Pictures. Bərdə petok fabrikası. Görmürsən sən? Производство Pictures. Petok sikmək istəyən Bərdəyə gəlsin. Göt sikmək istəyən Azərbaycana gəlsin. Bax, vururlar səhifəmi, görürsünüz? Vururlar səhifəmi. Görürsünüz, vururlar, indi bu da gedəcək. Amma danışacağım. Kuyuma Düşün da təzdən döyürlər. qalxın, onda heç nə eləyəmirlər. Düşün təzdən qalxın. Ha, yaxşı. Bir də tezdən gəlin. Əla, əla, əla. Bilirsiniz меня? Gəl. Gəldi. Deməli, sizə bir dənə söhbət danışıram. Vнимательно, mən tez danışım ki, ehtimalən bu səhifə öcə getməkdir, öcə sallanıb bu səhifə. Sara Safranı tanıyırsınız da, jurnalist. Sara Safra. Sara Safra, dağlı qızı. Tanıyırsınız da. Bəli, bəli. Deməli, həmən o Sara Safranın dünənləri bir dənə videoya baxdım. Şok. Tərtərin məktəbində bir qız, 7-ci sinif qızı və 7-ci sinif uşaqları, 3 oğlan, bir də müəllim. Sinif otağında həmən o videonu Sara Safranın və yalan deyirəmsə Allah mənə öcə necə səhər çıxmış amma heç bu günləri sağ salamat balalarımı görməyim, gözüm görməsin. Açın Sara Safranın səhifəsini, orada o balaca bir video ilə paylaşıb onu ki, onun səhifəsini vurmasınlar. 7-ci sinifin qızı, 3 dənə 7-ci sinif oğlanı, bir də müəllim. Sinif otağında seks çəkiblər, porno video çəkiblər və onu paylaşıblar. Tərtər rayonunun məktəbində. Vay. Dünən sırağa gündə Nəmiş adında Petuq, bax o videonu mən səhifəmdə paylaşmışam. Bax bu səhifədə, baba indi danış bir dənə video var, ondan qabaq paylaşmışam. Nəmiş adında Petuq gediblər Bərdədə, restoranda 37 dənə Petuq olub qadın paltarında. Bax o video mənim bu səhifəmdə var, baxarsınız indi. Həmən o restoranda 37 dənə Petuq arvad paltarında ad günü eləyiblər. Hətta orada mən səslənmişəm ki, baba bu nə, bu da səhifə, görsünüz? Bax, 37 dənə Petuq, orada səslənmişəm polis rəisinə və icra ekibinə. Demişəm ki, burada bu Petuqların, demək, polis rəisinin arvadının ad günüdür, trans arvadının, bir də ki, icra hakiminin bacısı da buradadır. Yəni bu Petuqların içindədir. Çünki yandığımdan demişəm də, başa düşürsünüz. Bu videonu mən özüm məxsus çəkmişəm. Buna vнимательно baxarsınız mənim bu səhifəmdə. Başa düşürsünüz siz nələr olur bu dəqiqə Azərbaycanda. Şəhid anasının Petuqun səhifəsində nə işi var? Çıxıblar bax bu götlərin səhifələrində şəhid anaları pul qazanırlar, pul dilənirlər. Qazilər Petuqlarla yaşayır. Qazilər Petuqlara görə adam öldürərlər. Qaziyə deyirəm ki, ay bala, sən nə işin var Petuqun səhifəsində? Deyir, sahə var. Sahə var, sən qalıbdır. Ay, göt verən, sən qazısan axı, sən vazgeç ki. Sən erməni sikib, sən necə qazı olmuşsan? Belə şey olar, bu necə qazıdır? Qazı necə Petuqun səhifəsinə çıxar? Bunlar deməli bizim balalarımızı, uzun sözün qısası, bizim balalarımızı, bizim qeyrətli uşaqlarımızı şəhid elədilər, öldürdülər ki, bir-birinin götün siksinlər, qardaş. Bakılılar idi, Azərbaycan uşaqları idi, talış balaları idi. Təmiz balaları idi, təmiz övladlar, zəhmətkeş övladlar, öpüşməyən balalar, 18 yaşında öpüşməyən, sevişməyən balalar, məktəbi qutarıb ayağın heç həyata basmayan balaları, bunlar məxsusdan öldürdülər ki, bax beləncə bir həyat yaşatsınlar Azərbaycana, özləri bir-birinin götün siksinlər. Allah necə ola bilər, Allah? Götlər restoran bağlayıb, yibiyomat. Götlər restoran bağlayıb, bu nə deməkdir? Bir dənə bir baxın, bu Azərbaycan deyib bura. Bura Özbəkistan deyir, baba bu combul var ya, o toppuş. O bomba şeydir, bomba Petuqdur ona. Mənim ona gözüm düşdü, bax ona. Qəşəng butları var, gör nə qəşəng butları var. Daşaqlar da sallanıb, sağlıq var. Görsən, Halal olsun. Görürsünüz nə vəziyyətdə yaşayırıq biz?
Görüb yabırçılıq da öyle bu bədbəxtçilikdir. Bu jefsio pizdes. Özdə ayda bunlara maaş verirlər 450 manat. Hökumət, dövlət bunlara maaş verir 450 manat. LGBT partiyasına, lezbiyankalara, götdən verən petuklara hökumət maaş verir. Başa düşürsən? Amma veterana da indi veteran da öz petuk olacaq da neynəməlidir? 80 manat maaş verir veterana. Əlbəttə veteran petuk olacaq. Deyir madem belədir, deyir ben niyə getdim əlimi ayağımı qoydum ki? Bir dənə deşikdir də yağlayaram vəzirli 5 dəqiqədə verərəm çıxır. Çıxar gedər də. Nə var ki orada? Valla mən Azərbaycanda yaşasaydım, biraz da çox yaşasaydım. Mən gemaroyum olmasaydı mən də orada petuk olacaqdım. Prosta gemaroyum var idi. Dəhşətdir ya Allah hamd olsun. Mən deyirəm də, mən Azərbaycanda biraz da yaşasaydım, mənə də petuk eləyəcək. Özdə o da saqqal düzəltmişəm, petuxa oxşayıram, ora bax. Conchita'ya oxşayıram, Conchita. Bax, görürsən, nə qəşəng düzəltmişəm özümü. Toşla onlara oxşayıram. Onların adını çəkə-çəkə. Bax, belə, başa düşdünüz? İndi vəziyyət belə dəhşət vəziyyətdir. Yenə də benzini qaldırdılar, yeməyi qaldırdılar. Bunlar qaldıra-qaldıra, kişilərlə yaşayır. Bunlar qaldıra-qaldıra, körpə qızlara təcavüz, körpə uşaqlara təcavüz, körpə oğlanlara təcavüz, məktəbdə seks porno videolar. Bax, Safra, yenə təkrar edirəm. Sara Safranın səhifəsinə girin, TikTok səhifəsinə, yanında balaca video qoyub, açıq-açıq balaca qızdı, soyunub, lüt ətcə bala, oğlanın üstünə oturdu, müəllim də ağzına verirdi. Açıq danışıram, açıq danışıram sizlə. Yalan deyənin balası ölsün səhər-səhər əgər yalan danışıramsa. Körpəm ölsün əgər yalan danışıramsa. Başa düşdünüz məni? Otursunlar, oturun yerimizdə, dilinizi soxun, götünüzə bilən. Mənim yanımda heç kim danışa bilməz. Söz-söyrəm, əcəb eləyirəm bilət, sizə palovjnadır bilət, mırasi yobunu bilət, bir də razı bilət. Bir-birinizi götür sikirsiniz qəhbələr. Xalqı təmizlədiniz. Qaçan qaçdı. Normal insan, qeyrətli insanlar qaçdı, didərgin düşdü. O da Moskvada dünənlərdə xəbər gəldi mənə. Uşaqlarımızın 20 dənə, 30 dənə uşağı yenə Putin göndərib müharibəyə. Bəs belə olacaq da. Ölkə öz vətəndaşına sahib çıxmayandan sonra, ölkə öz vətəndaşına nə ki sahib çıxmaq, heç sərhəddən bura buraxmır. Sərhədi bağlayıb, eləyib türmə. Azərbaycan türmədir bu dəqiqə, türmə. İnsanlar türmə həyatı yaşayır. Azərbaycanda türmədə elə bir sistem var ki, сионист режим, они проникли в Азербайджан, понимаешь? Они уже туда проникли, они уже объебали весь Азербайджан без всякой войны, без всякого оружия. Без всякого оружия они уже проникли в Азербайджан, они в наши вены проникли, не то что в Азербайджан. Они из нас сделали проституток, они из наших детей сделали петухов. Вот так они добились своего. И это было годами, они проработали над нами. Вот так bizi belə bu günə qoydular. Başa düşdünüz məni? Mən danışıram, oluram. Amma mən danışmasam mən ölərəm, başa düşürsən? Mən danışmasam, mən ürəyim partlayar. Ona görə danışıram. Mən poxuydu kim mənə nə deyir. Mən poxuydu. Mən onları necə lazımdır. Mən Bakıda da belə danışmışam. Gündə polisdə idim. Gündə 18, 37 çağırırdılar. Nə var? Sikəcəksən məni deyirdim. Düz deyirəm də. Ne necəsən mən? Gicdillah. Orxan, yaltaqlar baxır deyir, kaş da bizim belə qeyrətimiz olardı bu. Aa, yox da hardan da olardı. Həsəd aparırlar. Həsəd aparırlar. Sən bir dənə söz deyib, İlham Əliyevin elə mən kimi arvaddan xoşu gəlir. Deyir ki, kaş mənim belə arvadım olaydı. Prosta eləyə bilmir də, qorxur mehribanla. Allah'ım olsun. O mən kimi arvadlardan xoşda. Onların yaltaqdan xoşu gəlmir. Görmədin ata, ölmüşdü ata şeydə. Ata astanovkalarda qəhbələri tuturdu, video çəkdi. Gicdillah. Sən arvadın özü Braziliyalıdır da, qaramcıq. Gedmişsən qaramcığı almışsan, sən qəhbələri niyə çəkirsən? Elə o qəhbələrdən birini alardın, arvad eləyərdin də, dalba yox. Öz arvadı ne qırırdı? Gedirdi şey eləyirdi. O stayankalarda 3 manatlıq avtobus stayankasında verən qəhbələri çəkirdi ki, İlham Əliyevlə irəli, gicdillah, o qədər irəli getdiniz, hamımız rakım deyandınız. İndi hamımızı rakım sikib, bokum sikirlər hamımızı. Gicdillahlar bilət. Getdi, irəli gedib nə elədiniz ki? Gül kimi balalarımız ara yerdə, mənim dayımın körpə balası getdi, şəhid oldu. Əlimizlə verdik torpağa. Allah ölənləri rəhmət eləsin. Əlimizlə bala ki, bir dənə oğludur, ata-ananın bir dənə ağıllı bala idi. Uşağı getdik əlimizlə, nə qədər qohumlarımızı bastırdıq. Bibimin oğlunun ayağı yoxdur indiyəcən. Ayaqsız qaldı. Başa düşürsünüz, məni yandıran o deyə. Allah onların işığını söndürür. Elə söndürüb də 500 milyonluq evdə dəli gəzir. Mən osturum o həyata ki,
Adamı da 300 değil. Allah necə Allah. söndürər. Allah adamı necə söndürər ki? 500 milyonluq evdə dəli gəzir. Mənim Dişov 2 otaqlı evimdə Zdarov, uşaqlarım şey oxşayır, Şvarslığa görə. Mən deyirəm, soğana vururlar belə şeyi, şak, yumruqla soğanı basır çörəyin arasına, xarçquzdan yanaqları qıpqırmızı, ağlı başında malı əlində kim demişkən. Mən nə edirəm dəlini ki, nə edirəm o qızıl testiki içinə qan qusun. Başa düşdünüz bəni. Hər şeyi görmüşük, sağlıq var. Milyon da görmüşük, var dövlət də görmüşük. Atam gəmi kapitanı olub, keyf yaşamışıq. Biz həyatımızı necə lazımdır yaşamışıq. Hər şeyi görüb gözümüz. Bizim gözümüz toxdur. Bundan sonra bizə tonla qızıl da versələr, heç gözümüzün ucu ilə baxmarıq. Çünki biz doymuşuq bu dünyada. Bu petukların skin kəsib, kebab pişirib aparıb nazirlərə yedizdirmək lazımdır. Belə daşşaq kebabı. Həm onların canı qutarsın, həm də nazirlərin ağzı dada gəlsin bir dəfəliyə. Həm onların canı qutarsın, həm də olsa nazirlər petdir bunları da. Ada Bayram Nurlu Eiffel Qülləsindən danışır deyə mənə yandı gündür verirdi. Baxdım şeyimə dedim sənin bəxti üç kim? Allah'a olsun. Vurdum yumruğu şeyime, vurdum şilladı şeyime. Şap 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 elledim. Senin içini sıkın ben. Allah seni bana dedim niye verdi? Bayram Nurlu oğlu götüyle gittim oturup Eiffel Kullası'ndan bana yandı gündü verir. Allah'a olsun. Ay Allah bizi güldürsün serser. Allah Bayram Nurlu qan eləyir. Bayram Nurlu deyir, siz kim, mən kim? Mən qadınam deyir ki, sizin deyir arvad başınıza. Ərvizlə bacarmırsınız. Ana, bəxt başqa şey deyir. O özü elə akuratdır, mən ona paxıllıq eləyirəm, Allah and olsun. Deyirəm, kül mənim arvad başıma. Mən niyə o əri atdım? Mən elə biraz naz eləyərdim bayram kimi, milyonu keçirdərdim ərimə də. Kişinin gülün qara eləmişdim. Qardaş tutururdu, yapışırdım kişinin xırtdayından. Deyirdim, davaya pul ver, qardaşımı çıxar. Çıxartmalısan, eləməlisən. Kişini konzit eləyirdim, yazıq götün tutdu, qaçdı. Mən başım mənim əlimdən qurtardılar, qurbanlar kəsdim, baldızlarım. Mənim əlimdən. Kişini nakazat eləyirdim, nakaleyni qoyurdum ki, 50 min verməlisən, qardaşımı türmədən çıxartmalısan. Nakaleyni qoyurdum onu. Allah, bu nə həyatdır? Bax, görsən, indi baxıram, deyirəm, kaş mən də Bayram Nurlu olaydım, amma geçdi də, bir şey daha geçdi. Vallahi, yabıçılıq bir yer. Allah sizi güldürsün balalar. Vallahi sizlə adam təskinliyi tapır ki, deyirəm tək deyiləm. Hop stop karapet. Budur da sizin kişiləriniz. Ama gizlilaqlar. Danışanda deyirsiniz talışlar belə də talışlar. Gəlin Lənkəranda belə bir kampanya. Baxın görün belə bir kampanya görsünüz. Dombalaram deyərəm mənə də qayırım. Belə bir kampanya Lənkəranda görsünüz. Производство Pictures pərdə. Tanış olun. Производство Pictures. Pərdə. Madem-Baden'in Mavi Gecələri. Xanımın adı neydi? Yadımdan çıxdı. Xanımın adı yadımdan çıxdı. Şey deyirdi. Baboş. Vallahi Baboş abırırdı ya, ev kızıdır. Baboş bunlardan abırır. Ha, ev uşağıdır. Baboş ev qadınıdır. Var nə pişirir ləgənlə. Qışa qəşəng bağlayır, şorbasın, nə bilim nəyin. Varinələrin, kompotun, özü üçün şey yetişdirir. Ay kişinin oğlu. Demək, Baboş fabrika açıb, fabrika həyətdən. Fabrika açıb. Cücələrin yeri ayrıdır, qazların yeri ayrıdır, ördəklərin otağı ayrıdır və onları yetişdirir. Həm özü hər gün hinduşkanın yeri ayrıdır və qoyununun yeri ayrıdır. Və mən o Baboşa bu dəqiqə paxıllıq eləyirəm ki, kaş ki bizim kişilərimiz onun kimi zəhmətkeş olardı. Kaş ki bizim kişilərimiz. Baboş zəhmətkeş betoqdur. Baboş öz zəhmətinlə o zəhmətkeş olduğu üçün, halal çörək yediği için onun götü çox işə getmir. Ancaq qarnı şişir. Qarnı onun bir dənə iğnə vursan pok çıxar. Amma qarnı tutur. Oturur yiyir kebabı, ay başıma dönüm, kebabı yiyir.
O zəhmətkeş Petukdur. Həqiqətən də yetişdirir. Həm özü yeyir, həm satır, pul qazanır. Yumurta satır, toyuğu böyüdür. Toyuğu böyütməklə bir sahasatdır. Bir saniyə aparatların içinə salırsan. Qumralı mən heç Yəni, görmədim videomu. Bizim qonşumuzdur da Montində. Ayağımı tutardı qucağına Qumral. Mənim ayağımı təmizləyərdi də, dırnağımızı pedikür şıtsaydı da. Onun balduzu da pedikür şıtsaydı. Manikür şıtsa yaxşı gəlinindi o arva. Qumral, mən sənə deyim də, Qumral şeyin rəhmətlik Səyyad Vəlizadə var, oxuyan. Onun anası ilə arvadı Qumralın pastayanın klienti idi. Qumral da o vaxtı balaca maqnitofonları qoyardı bizim üstünə, dırnağımızı, ayağımızı təmizləyərdi. Ermənilərin, rusların vaxtında. Sonra Səyyad Vəlizadə, onda ermənilər getməmişdi. Sonra Səyyad Əlizadə, yox bu deyil, orada var video, göstər. Bilirsən hansı səhifədədir? Bilirsən hansı səhifədədir? Açarsan şeyi, Fatima səhifəsin. Fatima səhifəsindədir, Tərana Qumral. Fatima. Açarsan oranı sən takip edirsən. Fatima səhifəsindədir. O. Ona baxarsan orada Tərana Qumralı hətta YouTube'da da paylaşmışam. Demək Tərana Qumral qızışır bu Səyyadla. Bunun anası, Səyyadın anası deyir, mən sənə kömək eləyərəm, əgər oxumaq istəyirsənsə. Səyyadın anası buna kömək eləyir, bunu göndərirlər Rusiyaya, Səyyadla bir yerdə. Qoyunu qurda tapşırır. Bu Səyyadla qızışır qəşəng. Səyyad bunu biraz pişirəndən sonra, biraz bu toylara gedib pişəndən sonra, bunun əri ola, başıva dönüm səni. Mətləb də, əri bu dəqiqə Almaniyadadır. Mətləb də adı. Bəlkə tanıyarsınız. Mətləbin arvadıdır. Almaniya Mətləb. Mətləbin arvadıdır. Mətləbdən 2 dənə qızı var. O 2 dənə qız Mətləbdəndir. 3-cü bici də şeydən doğub. Musadan. Musanın da xalası qızın boşadığı uşaqları ilə Musadan bütün nəsil üz döndərdi. Musa bunu aldı, yaşadılar, bərabər yaşadılar. Montindəki evi, 40 nömrəli məktəbin yanında, 40 nömrəli məktəbin yanındakı evi, bu getdi girdi məhkəmənin altına, mətləbi Musa Musayev pul verdi, göndərdi Almaniyaya ki, ged orada işdə sən üçün yer düzəltmişəm. Buradakı evi, eşiği getdi girdi məhkəmənin altına, keçirtdi öz adına. Başa düşdünüz? Bəzən də o vaxtı Yaşar var deyə bu Məhərrəmin bibisi oğlu Yaşar. Zeytun bağı Yaşar. Tanıyarsan sən onu. Zeytun bağı Yaşar. Məhərrəmin o Zeytun bağının restoranın müdürü idi. Zığa gedən yolda Zeytun bağı restoranının müdürü Yaşar. Məhərrəm Əliyevin bacısı oğlu. Məhərrəm Əliyevin bacısı oğlu. Gedirdi, onunla gedirdilər oxumağa, əri ilə. Gedirdilər orada oxumağa. Yaşar da ona 2 dənə mahnı versin deyə, onu gedirdi kabinetdə ona pet deyirdi, təzədən gəlib otururdu Musanın yanında. Bax, bunlar qəhbələr, belə qəhbə olublar. İndi də oturub baboşun yanında. İndi də baboşu deyəsən oynaşdırır. Yüzə işi zadı yoxdur, qocalı baxı. İndi oturub baboşun yanında. Bax, bunlar belə qəhbələrdir. Amma bunlar məsələn, bunları söz deyəndə adamı şey eləyərlər, öz tumanın sənin əynivə keçirdərlər. Deyərlər qəhbə də sənsən, fahişə də sənsən, dəli də sənsən, hər şey də sənsən. Çünki qrexlərin bunların aşıq. Mən onun, birincisi Allah buyurub ki, heç kəsin eybini açmayın. Allahın xoşu gəlmir başqasının eybini açan insanlardan. Deyir ki, sən heç kəsin eybini açma ki, mən də sənin eybini örtüm. Amma bəzi qəhbələr var ki, onların eybi açılmalı qəhbədir. Az kaftar, sən nəvə sahibisən. Sən nəvə sahibisən, sənin nəvən var. O nədir? Az oturmuşsan Petxun yanında oturub Petxu tərəfləyirsən. Hə? Sən belə eləyərsən, mən də sıçaram ağzı. Açaram sandığı, tökərəm pambığı. Əcəb eləyirəm. Qutardı getdi. Bax belədir də, xalqım konsert oldu ayın 29-unda Orxan, Kəmalə Götəşlinin konserti. Cəmaət hamısı Kəmalə Götəşlinin konserti, hamısı sıxoy vururdu konsertdə. Özdə Kəmalə dalın çöndərir oxuyanda. Cəmaət hamısı sıxoy vururdu konsertdə, Kəmalə oxuya. Dalına baxırlar, of, kül millət başına. Onun biletinin üstündə qırğın idi orada. Ayın 29-un konsertinə getdilər. Kim bunları ucaldır? Bu götləri kim ucaldır? Bu götlər üçün kim pullar yığır? Bu götlərə ev eşik eləyənlər kimlərdir? Mənim millətimdir də. Ala bir dənə erməni göstərin də mənə, qəhbələr bilət. Ay məni burada suyan soskalar. Çıxardım mənə bir dənə erməni göstərin, o erməninin sikini özüm soxaram götümə, qəhbələr. Bir dənə petuk göstərin də mənə ermənini. Belənçin çıxsın sosial mediada qanqan eləsin sizin kimi. Danışanda heç kəsi bəyənmirsiniz.
Danışanda heç bir milləti bəyənmirsiniz. Ay qızlarımızı fars qəhbə elədi. Ay qızımızı nə bilim türk qəhbə elədi. Sizin elə qanınız qəhbədir də. Heç kəsi qəhbə eləməyib. Sizin kişiləriniz kişilərlə yaşayır. Nə fars sənə qəhbə edir. Fars oturub evində başında bağlayıb. Qəhbəsi də olsa gizlin eləyir. Heç qonşusu görmür. Qonşu qonşunu qayırır. Qardaş qardaşın ərinə, arvadın qayırır. Bacı bacının ərinə verir. Busuz da siz bilək. Niyə bəyənmirsiniz başqalarına, öz qrexlərinizi başqalarına atırsınız? Niyə bəyənmirsiniz ki? Siz busuz da, insan əvvəl öz qrexin görər də. Mən də günahkar bəndəyəm də. Bəzi, hər kəsin özünə görə Türklər demişkən hatasız qul olmaz. Mən də bəzən otururam Allaha ya namaz qılanda, ya dua eləyəndə, hansısa bir səhvim yadıma düşəndə deyirəm, ya Rəbbim, sən ad verirəm sənin cavaba, mənə bağışla yinən. Kaş ki, mən bu işi belə eləməsəydim. Bilərəkdən eləmədim, əsəbdən elədim, bilməyərək elədim. Bəlkə də mən bu işi belə eləməsəydim, bu iş belə olmazdı. Hər bir insan şey eləyir də, necə deyir, kayıtsı da, Rus demişkən. Hər bir insan Allahın yanında tövbə eləyir. Hamımız xətalı qullarıq da biz. Hamımız günahkar insanlarıq da. Bizim içimizdə peyğəmbər yoxdur ki. Son peyğəmbər kim oldu? Məhəmməd peyğəmbər oldu da. Ondan sonra peyğəmbər olmayıb ki. Amma onun yolu ilə getmək lazımdır da. Demirəm, oturun gecə gündüz Allahla danışın. Ada o heç onların peyğəmbəridir. O mələkə yadın sizin bilməzsiniz, siz cavansınız. O mələkə var, mələkə, aktrisa. Mələkə Əsədova. Demək o cavan idi. Heydər Əliyevi təzə gətirmişdilər bu şeydən sonra. Komünist dağılandan sonra Heydər Əliyevi gətirmişdilər. Lenin sarayında mələkə çıxdı, bir dənə şeir dedi. O vaxtda cəmaət acından ölürdü. Təzə Elçibəy Gemaroy oldu. Gemaroy adı ilə. Apardılar onu, yazığı öldürdülər, aradan götürdülər. Gemaroy ilə kim ölüb indiyəcən? Gemaroy adını apardılar, Ankara'da onu aradan götürdülər. Onu demirəm mən. Bu Məlikə Əsədovanı Heydər baba apardı, bir dəfə bir gecə bastı ona. Bir də gördük, ay başına dönün. Məlikə Əsədova səhərsi günü elə bir qızıl fabrikasını çapmışdı. Qızıllarla, brilyantlarla çıxdı səhnəyə. Burnu kəsdilər, nə bilim, məməsini düzəltdilər, ora-burasını düzəltdilər. Məlikə Əsədova oldu qız. Başa düşürsən, bunlar belə həyat yaşamaq çox davolni həyat yaşayırlar. Allah biri çıxsın, mənə qəhbə deyənlər, biri çıxsın, mənim qreximi göstərsin mənə. Mənə qəhbə deyən biri çıxsın, yobur, gələ üzün göstərsin, çıxsın, desin, mən səni qayırmışam filan yerdə. Deyim, Allah halal olsun sənə. Biri çıxsın, desin ki, səndən qəhbəli eləmişəm. Allah bilə qəhbəsiz də siz. Birincisi, mən qəhbə olsaydım, mən fahişə olsaydım, ömür boyu xalqın içində üzümü göstərməzdim. Sizin kimi feyik sayfa ilə götümü verərdim, gizlin. Başa düşdünüz məni? Yəni bu paniasiya sizdə yoxdur, ola da bilməz. Çünki siz artıq cənabətli insanlarsınız, cinsiyyətçi insanlarsınız siz. Sizin həyatınız bu dəqiqə cinsiyyətdir, önəmli sizin üçün. Arvad əgər yaxşı max verirsə, o sizin arvadınızdır. Yaxşı max vermirsə, arvadınızı boşayırsınız, gedirsiniz diskotekadan qəhbə alırsınız ki, o yaxşı max ver, dana max ver. Başa düşdünüz? Busuz siz. Busuz siz. Sizin də qrexinizi üzə verəni nifrət edirsiniz. Bayaq dedim, gətirin mənə bir dənə erməni göstərin. Gətirin mənə bir dənə erməni petuxu göstərin. Bax, beləncik, restoran bağlatdırsın Azərbaycanda, Bərdədə, ya Ermənistanda, hər hansı bir torpağında, Delejanda, İncivanda, Sevanda restoran bağlasın. Allah onları diri-diri restoranın içində yandırarlar, ermənilər. Ermənilərdə olan qeyrət sizdə yoxdur, ola da bilməz. Siz var ha, elə ölməli millətsiz. Sizi şəhidin anası şəhidi satır. Qəhbə götürənin səhifəsində pul yığırsınız bilət, qəhbələr bilət. Heyf o şəhidlərdən. Heyf, yandıram bilət, gülüm təpəmdən çıxır. Elə siz ölməliydiniz, siz o analar. Başını niyə bağlamsanız? Başını bağlayıb Petuxun səhifəsinə girib pul niyə yığırsan ki sən? Hə? Oğlum şəhid olubdu. Ay cəmaat, evdə heç də yoxdur. İşığım sönübdü, işıq pulunu verim. Az get amcığı gizlin ver. Kim gəlib özünü eləncə biyabır eləməkdənsə. Lütfü get hələ o başı bağlamısan, get amcığı gizlin get verginən birinə. Bəlkə də heç kim bilməz. Ürəyin yanarlar sana, işığın pulunu verərlər. Ay qəhbələr bilək. Siz bu şəhidi niyə alver eləyirsiniz? Şəhid alveri. Ay kişi bu dəqiqə sosial mediada şəhid alveri gedir. Qazilər petuxlarla yaşayır. Qazilər petuxların sayfasında axranalıq eləyir. İş verirlər itlərə. Qazilərlə petuxlar birləşiblər. Kim onları sögür, itlərə iş verirlər. Allah and olsun.
Bak. İtlərə işləyirlər. Bu dəqiqə TikTokda qazilərlə petuklar birləşib itlərə işləyirlər. Onları kim söyür, onlar verirlər itxanaya. İnan bunlara mənə. Allah haqqı düz deyirəm mən. Bax belə. Düzdür. Bax belə işlər. Səhər ürəyim boşaldı. Allah sizdən razı olsun. Əla. Vallahi. Allah sizə can sağlığı versin. Ürəyimi boşaltmasam ölərəm mən. Ölərəm. Allah Hanım, siz o sasını bu millətdən ötəri ağartmış hanımsınız da, mən düz bilirəm. Siz şanson zat musiqiləri də oxuyurdunuz, mahnılar oxuyurdunuz. Mən Rübabə Muradovanın şagirdi olmuşam. Rübabə Onu da Muradovanın düz tutmuşam. Bəyəkdən fikirləşirəm ki, bu səs mənə tanış gəlir. Ona görə indi yarıma Mənim qaldım şu atam adam. gəmi kapitanı olub Qaradənizdə. Kasparın böyüyü olubdu. Mənim atam Rübabə Muradovanın əri ilə Tələtlə dost olub, qardaş olublar. Evimizə gəlib gediblər. Rübabə Muradova özü Ərdəbilli qızı olub, İranlı qızı olub. Mənim atam da Ərdəbilli idi. Əsli gəlmədilər, onlar şahsevənlər nəslindəndirlər, Şah İsmail Xətainin nəslindəndirlər. Mənim nəsli nəcabətim var bilət. Mən nəsli nəcabəti olan insan gör, mənə günə qoyublar. Gör, mən nə hallara düşmüşəm. Mənim ağzım elə bir Əzbəyovun tualetidir. Mənim ürəyim partlayır. Çünki mən söyməsəm, ürəyim partlayar. Ölə bilərəm mən. Başa düşürsünüz? Mən Rübabə Muradovanın şagirdi olmuşam. Rəhmətli Baba Salahovun ansamblında işləmişəm. Mən onlardan muğamat dərsi keçmişəm. Başa düşürsünüz? İndi məni neynirlər ki? Mən axırda o vaxtlarda ki, 30 il qabaq, 25 il qabaq mən toylara gedəndə baxıb görürdüm. Şadlıq evinin rəisi mənə dedi, sən niyə belə geyinib gəlirsən? Dedim, neynim bəs, tumançaq gəlim. Biraz açıq geyindən ha. Gizlullah dedi ki, soyun gəl. Dedim ki, arvadı soyun gəl. Namik verməyib. Namik götün tutub qaçıb. Elmarı qayırmışdı, xəyyamı qayırmışdı. Sonra Namik verməyəndən sonra Namiki piyesadan sildi. Gözdən saldı Namiki. Namiki bir ara toya çağırmadılar. Nədə Ayaslı Telmana vermədi. Cühüd idi də Ayaslı Telman. Əcəb eləyirdi. Yaxşı eləyir. O evlilik verilişi aparırdılar, ər-arvad. Balaca boy. Günayın zavrında, günayın zavrında. Günayın. Telmanın arvadı idi də o da. Sonra evlərindən sonra saqqal-maqqal saxladı. İndi deyə bilərsən, tumanın keçirdən əynimizdə. Bəs nədir? Bəs nədir? Baxın, ay cəmaat, baxın, bax, Bərdə rayonu, baxın, Production Pictures, baxın. Hamısı kişidir ya bunlar. Elə bilməyin ha, arvaddır ya. Bax, bunlar hamısı kişidir. Bax, o daldakına baxın, süpürgəyə oxşayır. Pilisos, o daldakına. Bu da gəlin paltarında, görürsünüz. Bax, gəlin paltarında, ad günüdür bunun. Bu da Bərdə rayonunun polis rəisinin sevgilisidir. Bax, baxın. Qəhbələr bilər. Götlər kim sizin var yoxunuzu bilər. Pidaras qəhbələr bilər. Hələ bir dillər də var. Bir dənə şəhid veriblər. O yazıq şəhid necə olub bu götlərin içinə düşüb bilmirəm. Yaxşıdır ölüb canı qutarıb. Allah aparıb onun yanına. Yaxşıdır. Allah o şəhidin adı nədir? O mahnı oxuyan, muğamat oxuyan oğlan rəhmətlik. O necə olub? Xudayar idi, nə idi? Vallahi rəhmət eləsin. O necə olub gəlib o lesi deyə lesi semiçkanın içindən bir dənə lesi çıxarır. Ağ semiçka çıxarır. O uşaq bilməm necə olub bu götlərin içindən gəlib düşüb. O da Allah yanına apardı ki, o Bərdə budur da. Mən danışanda Bərdə budur. Deyirlər, niyə belə bizə deyirsən ki? Düz deyirəm də. Hansı rayonda belənçi konsertlər var? Petuklar restoran bağlatdırıb. Petuk restoran bağlatdırıb kişinin oğlu. Qabaq kişilər sevgililəri üçün restoran bağlatdırardı. Sevdiyi qadın üçün restoran bağlatdırardı. Qabaq kişilər sevdiyi qadına ad günü eləmək üçün restoran bağlatdırardı ki, mən kişiyəm deyərdi. Mən bu gün restoranı sevdiyim qadın üçün bağlayıram. İndi isə götlər restoran bağlatdırır. Oturublar kef eləyirlər. Hacı Baba cənnətdədir. Kef eləyirlər. Bu da bizim həyatımız. Bundan sonra sən danışsan nə yazar, mən danışsam nə, boş danışırıq biz. İlhamın şəkli niyə qoyubsan ki ora? İlham özü onlardan beş bətərdir. İlhamın şəkli niyə qoyubsan ki sən ora? Elə bunlar özləri belə yaşamaq istəyir də. Bu belə yaşamaq istəyir. Görmürsən, mən söylürlər kişinin oğlu. Görmürsən, mən danışıram, mən söylürlər.
Çıxıram danışıram ki, qaz qalxıb, işıq qalxıb. Allah yatanda palto geyinib yatırlar, amma bunlar gör necə yaşayır. Hamısı Novostroykalarda. Baboş üçün, demək Baboş üçün Bakı portdan Mor vağzalın yanında təzə evlər var, təzə evlər Orxan. Bilirsən də haram deyirəm. Qaqarin mostun yanında, Mor vağzalın yanında. Demək keçmiş millət vəkilinin qızı Amerikada yaşayır, Günel xanım. Onun üçün ev alıb orada. Onun üçün orada ev alıb. İstabət edin. Qoylasın da bizə nə var? Mənim götümü vermir ki, salamat verməsin. Geçsin versin də. Yol açıq götünə qara palçıq. Mənə nə var? Geçsin versin də. Demək elə o özləri elə yaşamaq istəyirlər. Elə yaşamaq istəyirlər onlar. Aleyküm salam, xoş gəlmişsiniz. Başa düşdün? Onlar özləri o yaşamağı seçiblər. Onlara xoşdur belə yaşamaq. Onlar belə xoşdur yaşamaq. Belə yaşayırlar. Allah şəhid günü bilmirlər, Allahı tanımırlar, oruc bilmirlər. Bu mübarək aylarda Allah mənə bağışlasın. Bu dəqiqə mübarək aylardır, 3 aylar. Rəcəb, Şaban, Ramazan aylarıdır. Bu aylarda insanlar gələk dua eləsinlər. Hətta çox günahı olan insanlar oruç tutsunlar ki, Allah bəlkə onlara bir bağlı qapıları özünə də açmasa balasını açar, qardaşını açar. Bunlar din yox, iman yox, Allahı tanımırlar, Quranı tanımırlar, məhrəmlik bilmirlər, orucluq bilmirlər. Hər şeyə gülürlər, deyir Allah ərəbidir də. Gecdirlər. Ərəb sikirdə arvadı. Bacı ərəb sikirdə otellərdə gecdirlər. Ərəb olmasa, Allah ərəbi seçib, ərəbi peyğəmbər seçib də. Neyləsin? Naxçıvanın Kürdün seçsin. Hə? Peyğəmbər. Belə dəhşət deyir. Dəhşət deyir. Sən bu da Azərbaycana getdin. Nə bilim valla, vəzəlin gələk cibində olsun. Vəzəlin nə gəlir? Allah haqqı. Heç mən məsləhət bilmirəm yəni. Heç darıxmayın oralar üçün. Gedin oraya oxşayan bir yerdə, hər bir ölkədə oraya oxşayan bir yerlər var. Məsələn, vətənim üçün darıxanda bəzi yerdə gedirəm, görürəm oraya oxşayan bir yer var, gedirəm sahildə, oraya oxşayan bir yerdə kayfımı tuturam, gəzirəm, eləyirəm, yeyirəm, içirəm, gəlirəm evə uşaqlarımla. Yoxsa da tək. Azərbaycana getdiniz, vazəlini cibinizə qoyun. Elə gömrükdə Retox eləyərlər. Oğraşlayalar deyər. Pramon gömrükdən çelkamızı açarlar. Bu yaşasan qorumuşuz. Bundan sonra göt kimi getməyək, kişi kimi gedək bu dünyada. Deməsinlər birbirini petuq elədilər. Ona görə də oturun yerimizdə. Allah. Doldurmayıblar. Ərəb özü gedir də, neynəsin? Deyir, verən aşı yiyərlər, qardaş, qabına da sıçərlər də. Verən aşı yiyərlər, qabına da sıçərlər də. Verməsin. Ərəb bəyim zorla gedib onun arvadının yanına. Ya Ərəb bəyim bunların götünü zorla sıçıyıb. Özləri verirlər, öz xoşu ilə də. Niyə Ərəb gəlib mənə minmir? Nə üçün elə deyirsən sən? Demək, özləri istəyir də. Bunlar xoşdur vətən üçün. Özdə Ərəbinki yekə deyir. Dəhşət. Bizimkilər plavkini geyinir, büzüşür, qalır orada. Ərəb truskasız geyinir platyanı. O dizinə, bu dizinə vura-vura. Gəlir şəpliyir Azərbaycanın kişilərinə. Kül sizin başınıza. Kül sizin kişi başınıza. Bura bax, mənim kişilərimə bax Azərbaycan, Bərdəyin kişilərinə. Mənim kişilərimə baxın, ay cəmaət. Onun muskasını aç qoy eşitsinlər. Bir dənə onun muskasını. Mənim ona görə YouTube'um pozulub da çox paylaşılmır. Bir şey paylaşılmır. Ona görə paylaşılmır da. Mən bilmirəm ki, nə harda nədir elə basıram gedir videoları. Bilmirəm ki, harda nədir. Vallahi qoymuşam üstə. Amma axır zamanlarda daha ləzzət eləmir Orxan. Bir sən necə? Həqiqətən ləzzət eləmir. Allah bunlara görə не стоит, понимаешь? Они мрази, понимаешь? Они подонки, блядь. Они грязные создания, грязное существо. Для них не стоит özünü ateşe atma. Allah indi bu da birimiz Allah eləməsin başımıza bir iş gəlsin ha. Uğraşdı yalan deyən. Heç səsləri çıxmaz. Elə unudarlar ki bir dəqiqənin içində. Elə bir-iki nəfər bəlkə çox ürəyi yanan olsa deyər, yazıq. Всё. Bir də o söz qalar sənə yadigar. Nəyimə lazımdır Allah? Mən uzaqlaşmışam bunlar. İğrənirəm bunlardan. İğrənirəm. Bunların kişilərindən də iğrənirəm, arvadlarından da iğrənirəm. Çünki mən elə şeylər görürəm. O şəhidlərin analarını sən görsəydin canlı yayında. Sən də nifrət edərdin. Qurana and olsun.
Şəhidlərin analarını sən görsəydin canlı yayında necə pul dilənirlər. Qəhbələrin, vış marka qəhbələrin səhifəsində, canlısında, petuxların canlısında, can sağ qurban olum. Mənə şəhidin anası yorumda yazır ki, sənin ağzına sıçım, baboşun poxu olsun. Mənə yazıb ki, baboşun poxu olsun sənin ağzına. Şəhidin anası. Deyirəm, az burada nə sikdirirsən sən baboşun səhifəsində? Deyir, mənə baboşun daşı düşsün başıma, baboşun poxu olsun sən. Mən onun üçün niyə gelib özümü paralamalıyam ki? Başlayan nahуй, блядь. Nahуй они мне нужны? Я для них, что ли, буду драться? Onların haqqını tələb edəcəm. Allah, mənim bir dənə haqqım var, o da Allahdır, qutardı getdi. Nə sikirəm mən? Xoşum gəlmir İlhamdan, Mehribandan, rejimdən. Çıxmışam oradan, özüm üçün yaşayıram gül kimi. Öləndə də gül kimi öləcəyəm, Allahın köməliyi ilə. Olan dərdin çəkmək lazım deyir. Quran haqqı. Mən sənə sözlü deyirəm. Sonra vaxt gələr bir-birinin sözünü yadıma salarsan sən. Mən bunlara görə xəstəlik tapdım. Ya, nəfəs ala bilmirəm mən. Yağış yağanda mənim ölümüm gəlir. Başa düşdün? Bunlara görə mən xəstəlik tapdım. Bunlar podlu insanlardır. Başa düşürsən? Obşi danışmıram ha. Obşi danışmıram. Bilirsən də kimləri deyirəm. Bunlar tuvaruqadılar, bunlar. Bunlarda, necə analar, kişinin oğlu. Ərəblər gəlib, Pakistanlılar gəlib, Novigodda təzə ildə dolublar Azərbaycana. Azərbaycanın xalqı keyif çəkməkdənsə, Azərbaycanın xalqı keyif eləməkdənsə, götlərlə qəhbələr keyif eləyir, ərəblərlə. Az bizim kişilərə verən yoxdur, öcə. Bizim kişilərin heç şeyi qalıb ki, versinlər, nə ilə versinlər. Ölüblər badımcan yeməkdə. Nə ilə versinlər? Taksi şofirinə, taksiyə minirsən, ağlayır. İşə gedirsən, haradasa kişi ağlayır. Uşağımı oxutdurmaq istəyirəm. Uşağıma filan şey almaq istəyirəm. Uşağıma filan şey almaq istəyirəm, ala bilmirəm. Oturublar, cavan oğullarımızın başı ağappa ağarıb. 40 yaşında adamın başı ağarar. Hə? 40 yaşında adamın başı ağarar. Mənim 40 yaşı olanda, mənim bir dənə başımda ağ tük yox idi. Mən bu yaxınlarda ağardı. O da atam rəhmətə getdi. Allah ölənlərimizi rəhmət eləsin. Görə bilmədim başımı. Allah ölənlərimizi rəhmət eləsin. O şimdi belə də. Mən ona görə nistoyed. Nə danışırsan sən? Bunlar mundar adamdılar. Bunlardan uzaq durmaq lazımdır. Bunlar bu həyatı qəbullanıblar və belə bunlara xoşdur. Belə yaşamaq istəyirlər. Nə dəmir yumruq, hansı dəmir yumruq, hansı qışqırırdılar Qarabağ, Qarabağı, necə deyir, götümüzü verərik, Qarabağı vermərik, götümüzü verərik, Qarabağı vermərik. Nə oldu bəs? Qarabağa ermənilər köçdü, gəldi təzədən evlərinə, eşiklərinə. Stepanakert adın qoyublar, nə bilim, Xankəndi. Stepanakertə köçüblər. Şuşaya köçüb gəlib ermənilər, hamısı orada bu dəqiqə təzədən evlərinə köçüb gəliblər ki, güya bunlar Azərbaycan vətəndaşı olacaqlar. Yalancının dədəsinə lənət. Siz niyə getmirsiniz bəs? Gəldiniz gündən Azərbaycanda quşxanalar açdınız, qəhbəxanalar açdınız, diskotekalar açdınız, Bakını pis günə qoydunuz. Mən demirəm ki, Bakıda qəhbə kimə deyirdilər? Ərindən boşanıb ikinci insanla həyat yaşayan insana qəhbə deyirdilər. Mən Bakıda doğulmuşam da. Bakıda qəhbə ərindən boşanıb ikinci insanla kəbin eləyən insana deyirdilər, buna bax, qəhbə deyib bu. Başını bağlayıb, ikinci insanla yaşayana ona deyirdilər qəhbə. Bakını eləmişsiniz qəhbəxana, Bakını eləmişsiniz petuxxana. Kişinin oğlu Targovuda gey klublar tikiblər. 2 dənə gey klub var Targovuda. Gey klublarda onları da kimlər axranət eləyir? Polislər. Polislər göt axranət eləyirlər. Məscidin qabağına post patrol qoyub, 2 dənə qız, şəhla, ortudurlar, onlar orada səfər ayı qutarmışdı, səfər ayının axırı idi. Onlar orada su payladılar, eysan idi, 40 dərəcə istidə. Eysan verən yerdə, su eysanı paylayan yerdə. Gəldilər o 5 dənə qızı döyə-döyə apardılar. İndi o qadının halı vəziyyəti pisdir. Heç onu nə soruşan olmadı. Möminlər qalxdı, möminləri basdılar türməyə. Allah'a inananlar həmən günü ki, o Məhərrəmlikdə o Emin Ağalarov var, o qəhbəcüd. Həmən günü o Emin Ağalarov, demək Aşura günü götürdülər orada məscidin qabağında. Yandım töküldü. Mən burada bir sən nə qədər ağladım Orxan. Mənim ürəyim götürüldü bir də. Hönkür-hönkür ağladım. Nərdaran kimi yerdə, Nərdaran dünyanın ən qeyrətli, ən dinin saxlayan, ən əhli beytin belə şeyi deyə Nərdaran.
Nərdaran Əhl-i Beytin elə bir mənbəyidir də. Orada insanlar ən təmiz yer idi. Biz orada Türk demişkən huzur bulurduq. Nərdarana gedəndə. Nərdarana o qaçqın-quçqunlar girə bilmirdilər. Onlar orada villa, milla tikə bilmirdilər. Qəhbə Zühüd gəldi, Emin Ağararov köklərini saldı, Siyonist köklərin. Aşura günü ora o şey oxuyan var. Hiss oxuyur o qız, o cavan qız. Gətirdi onları Tursikdən orada konsert verdi. Düz məscidin qabağında. Sənin evin yıxılsın, balaların ölsün, Emin. O bic balaların. Sənin o evin yıxılsın. İndi balaların hazırlayıb. Bir sabah padşah oturacaqlar şey, Nasreddin tutdu. Bir sabah onları otuzduracaqlar. Allah heç qismət eləməsin. Heç yığdıqlarımızın xeyrini görməyəsiniz. Balalarımızı hamımızın, bizim balalarımızın yanında qəbrə uzadasınız. Bizim balalarımızın yanında balalarımızı qəbrə uzadasınız inşallah. Ya Rəbbim, ya Rasulullah. Yandım, töküldüm. Nərdaranda qəhbəxana, qumarxana. Bu dəqiqə yayda get Nərdarana plaja. Dənizin içində sikişirlər. Bu dəqiqə Azərbaycan plajlarında dənizin içində sikişirlər. Polislər də şam tutur. Polislər də alır pulunu, oturur orada. Vurublar Peysara, Kantovkaya, yaşayırlar da. Vurublar Peysara, yaşayırlar da. Bədbəxtçilik. Qəhbəxana. Qəhbəxana nömrə 1. Bu dəqiqə bazlığa gəlmək üçün bütün dünyanın ölkələrindən Kitay, nə bilim, Rusiya, Rus da Azərbaycanlı ilə yatar. Onun axı şeydir, sünnət eləməyiblər axı. Rus, erməni, hələ bu erməni ilə barışıblar. Rusiyada qızlarımız ermənilərə verir. Barışıblar. Rusiyada qızlar gedir. Bizim Tovuzdan, Qazaxdan qızları gördüm. Ermənilərlə bir süfrədə oturub yeyib içirdilər. Deyir, barışmışıq da. Ermənilərə verirlər. Başlayıblar. Elə qabaq da verirdilər də. O Tovuz Qazaxın qızları qabaq, müharibədən qabaq gedirdilər. Sevan, İncivan, Dilijanda. Gedirdilər, götün sikdirib gəlirdilər orada pul. Erməni yaxşı pulu verirdi Azərbaycan qızlarına. Erməni həqiqətən də Azərbaycan qızlarına yaxşı pullar verir. Gedirlər, ermənilərə verirlər. Hansı millət gəlib, hansı türk burada, hansı türkün qızı gəlib burada Azərbaycanlı ilə yaşayıb? Bir dənə mənə İran qızı göstərin. Fars qızı gəlsin burada Azərbaycanda Azərbaycanın altına girsin. Bu da gələ bilər. Nə hərrirlər sizi? Nə hərrirlər Allah sizi? Siz peysərsiniz də. O bir şey danışmıram. Peysərsiniz də. Siz mənə bir dənə xarici qız göstərin. Fars qızı. İranı belə sevməyənlər var. Aftafa düşsünüz bizə. Porno həyat yaşayanlar. Bir dənə mənə Farsın qızını göstərin, İranın qızını. Ki gəlsin Azərbaycana qəhbəliyə gəlsin. Amma sizin arvadlar 15 il İranda sikdirdi. 15 il arvadlarınız İranda sikdirdi. Həmən o sikdirməklə də ev eşik elədilər sizə. Bakıda villa var idi. Bakının villaları nə ilə tikdilər? İran elədi də. Acından ölənlər, küçələrdə yatanlar, onun bunun qapısında qalanlar, hamısı getdi, ilənmiş amcığın qoydu İrandan qabağına. Getdilər qəhbəli ilə, gəldilər oğlanlarına maşın, oğlanlarına ev, eşik elədilər. Qızın indi də oturublar, bunlar biraz təmizdilər. Mən əxlaqsızam, mən pis danışıram, mən pis arvadan, bunlar az qəhbə olmuşsunuz da siz ambuz. Villanı nə ilə tikmək olar? Mənim atam neçə gəmi kapitanı olub, biz villa tikə bilməmişik, yibiyomat biləd. Gəmi kapitanı bilirsiniz nə deməkdir? İtaliyanı, Fransanı evə daşıyıb. Mənim anam Nərimanov Raypiştorqunun zabağı olub, biz villa tikə bilməmişik. Ay ağzınızı siksinlər. Qəhbə olmuşsunuz da siz. Qəhbəliklə qazanmışsınız da. Bu deyil, doğduğunuz bulardı da. Sizin doğduğunuz bulardı da, dalbayoblar bilər. Kişiləriniz arvad paltarında bir-birini götün sikir. Bunları doğmuşsunuz da siz. Siz hansı haqla danışa bilərsiniz? Mənim yanımda yox, hansı millətin qabağında siz danışa bilərsiniz? Sizin götünüz yox deyə danışmağa bilək. Dilinizi soxun daşşağın arasına, danışmayın siz. Siz hansı haqla danışa bilərsiniz ki, sizin kişiləriniz bir-birinin götünü sikir? Hələ arvadlardan danışmıram, heç arvadlara baxan yoxdur. Kişilərimiz bu deyil, məclis açıblar. Arvad paltarında bir-birinin götünü sikir. Siz mənim yanımda nə danışa bilərsiniz? Talış qəhbəsi deyirsiniz mənə. Gətirin mənim talışımdan bir dənə belə qəhbəni göstərin mənə, belə qəhbələri. Mənim talışımın restoranından belənçə bir banket nizaldan gətirin mənim kişi qəhbələrimi göstərin mənə bilən. Ondan sonra bilən çıxaram deyərəm, mən də petuxam, bağışlayın məni. Üzr istəyərəm sizdən. Ay sizin var yoxunuzu sikim mən. Bəstürün də, bu xalqı nə günə qoymuşsunuz siz? Xalqı nə günə qoymuşsunuz? Qəhbələr.
Bəs sürün də onu bunu günahlandırdınız. Ay bizim qızlarımızı farslar xaraf elədilər. Ay bizim oğlanlarımızı da farslar yoldan çıxartdılar. Evləri yıxılsın. Az Türkiyə açılandan qızlarımız qəhbə oldu. Nə bilim filan yer açılandan qızlarımız qəhbə oldu. Ara siz elə qəhbəsiz də. İnsan necə dəyişib qəhbə ola bilər? Rusiyada da yaşamışam. İrana da alverə getmişəm. Türkiyədə də işləmişəm. Və mənə niyə sikmirlər? Bəs bizi niyə sikmirlər bəs? Bizim amcığımız yoxdur. Hə? Ola qanınız mundardır da sizin. Qanınız mundardır da sizin. Nəfsinizi saxlaya bilmirsiniz. Cənabətlisiniz, cənabətli. Başa düşdünüz? Cənabətlisiniz, mundarsınız. Qanınız qarışıqdır, mundardır. Qanınızda hər cür söhbət var. Başa düşdünüz? Qanınızda hər cür millətin sperması var. Ana gəlir balasını yedizdirmək üçün deyir, evdə çörək yoxdur. Qonşuda arvad çıxıb qəhbəliyə gedir. Belə elə, ay Allah, ma bir gün bir dənə şırını klet göndər. Deyirəm, ay Seva, bu nə duadır? Yekə arvadsan, bu nə duadır? Deyir, ay Allah, ma bir gün bir dənə şırını klet göndər. Uşaqlar acından ölür. Gedir amcığım verir, gəlir bazarlıq edir, uşağı yedizdirir. Ala, soxum o yeməyə mən, soxum o uşağa. O uşaq böyüyəndə nə olacaq ki? Lütfü mən kartofu qaynadaram, quru balıqla verərəm o balalarıma yesin, karbuşka çörəklə. Allahına şükür eləsin. Çem gedib amcığım verib gətirib o əti uşağa yedizdirməkdə. Halbəttə ki, o haramı uşağa yedizdirəndən sonra belə göt böyüyəcək də. Bax, belə göt. Belə göt böyüdürsünüz də siz. Aleyküm salam. Başa düşdünüz? Niyə məndən xoşunuz gəlmir ki? Hə? Mən haqqı danışıram da. Mən haqqı danışıram da. Haqq yolunda da gedəcəm. Heç də peşman deyiləm. Haqq yolunda da gedəcəm. Axı bir yolla öləcək də, hərə bir yolla öləcək də. Bir var sizin kimi belə göt kimi ölüm, göt kimi, götümdə siklə, daşşaqla gedim. Bir də var kişi kimi ölüm. Başa düşdün? Qoy desinlər Şəhla bibi vardı, Allah rəhmət eləsin. Kişi kimi arvadı idi. Çem deməsinlər götün sikisinlər, Şəhla bibi petuxudu getdi. Başa düşdünüz? Çox fərqli ölümdür bu ölümlər. İnsan bu dünyada ölümü düşünməlidir birinci növbədə. Bunu Quran da göstərir. Ölümün hər gün, hər saniyə, hər dəqiqə düşünən insan, o insan Allahın ən sevdiyi bəndədir. Yeyəndə də ölümü düşünməlisən, tualetə gedəndə də ölümü düşünməlisən, çiməndə də ölümü düşünməlisən, hər səfərində də əşhədüvi deməlisən, kəlmə-i şəhadətini deməlisən ki, bəlkə başıma bir iş getdi, gəldi, mundar olmayasan. Kişinin oğlu, ərvinizlə, arvadınızla yatırsınız, çinmirsiniz səhərləri. Səhər-səhəri ərləriniz durur, ac qarna siqareti çəkir, spermalı, əlinizi, üzünüzü yumursunuz, siz. Ər-arvadla yatırsınız, əlinizi, üzünüzü yumursunuz, səhər-səhəri. Zavtrıq yeyirsiniz. Ama adam gedər bir su ilə danışar, adam gedər bir dəstəmaz alar, adam gedər bir Allahla danışar, salam verər Allaha, gələr oturar rahat-rahat çörəyin yerdə. Siz bilə dini imandan xəbəri olmayan insanlarsınız, siz. Sizin elə dərmanınız Hindistanlıdır. Bütdə sizdir. Hindistanlı sizdən qeyrətlidir ya. Hindistanlı sizdən qeyrətlidir. O bütdəyə Allah deyən var ha. O sizdən 1000 dəfə şərəflidir. Heç olmasa Hindistanlı bütdəyə Allah deyir. Sizin o belə yoxunuzdur. Müqəddəs heç bir şey yoxunuzdur. Bir insanın müqəddəs bir şeyi olmalıdır bu dünyada. Bir şeyə sitayiş eləməlidir bir insan. Bir şeydən qorxmalıdır, müqəddəs bir şeydən. Ya atadan, ya anadan, ya Allahdan, ya polisdən. Allah heç nədən qorxmursunuz, siz bilək. Sizin dini imanınız yoxdur, bilək. Amma bu nədir? Bu gülməli deyil. Düzdür, mən gülürəm. Amma baxın bu səhnəyə. Bu dəqiqə Azərbaycanın səhnəsi budur. Azərbaycanın gecələri bundan ibarətdir. Azərbaycanın gecələri, Madembadənin gecələri. Madembadənin gecələri. Bu nədir la? Sizin jiznivizə soxum mən. Soxum sizin həyatınıza bilər. Siz mənə nə deyə bilərsiniz? Mən sizə gör nələr çıxardıram. Gör nə videolar çəkirəm mən siz üçün. Siz üçün gör necə videolar çəkirəm. Allah çıxardım mən bir dənə videomu çəkin də. Yapay zəka ilə deyir ki, çıxardım mənim bir dənə orijinal babələnçi videomu çəkin. Deyin ki, bu bir dənə qəhbələr bilədir. Və nə günə qoydunuz mənim millətimi, mənim ölkəmi, mənim vətənimi? Nə günə qoydunuz siz? Allah sizin evinizi yıxsın. Yıxacaq, darıxmayın, az qalıb. İran sikindiriyib sizi, az qalıb. Götünüzü elə daldan sikəcəklər ki. İsrail buradan, Amerikanlı oradan, Xudafərin körpüsünə gətirdiniz, otuzdurdunuz Trump'ı. Trump oradan daldan gedəcək sizə, İran da qabaqdan. Sizi yox eləyəcəklər, yerli dibli. İran bilir ki, mən eyləmək lazımdır, darıxmayın. O bilir. O bilir hansı tərəfdə, hansı ölkədə, hansı bizim insanlarımız Allaha inanır, hansı insanlarımız belə qəhbədir. Əsasən Bərdənin götür sikəcək. Ora bir dənə raket atacaq bir dənə.
O bərdən götün sikəcək, necə sikirlər. Qəhbələr, siz niyə özünüzü... Valla Petuxu söyürsən, Petux gəlir, Petux ordusu ilə səni söyürlər. Dalba yox bilər. Valla düz adamı Petux söyür bilər, gibi yox. Canlı yayında Petux cəmatın arvad uşağını söyür. Petuxa söyürsən ki, deyirsən, Allah göt bağla canlı yayını. Petux söyür səni. Düz adamı söyür, Petux. Tək məni deyil. Belə lap mən pis adamam, eybi yoxdur. Lap mən belə əxlaqsızam. Analar çıxır, uşaqlar çıxır, körpələr çıxır. Cəmatın arvad uşağını söyürlər. Başa düşürsən? Belə şey olar. Belə həyat olar, belə insanlıq olar. Bu hansı dünyanı yaşadırsınız siz bizə? Hansı Rusiyada belə bir həyat görmüsünüz siz? Almaniyada belə, Avropada belə. O geylər gözə girmirlər. Onların acillə həyatı var və onlar belə bu dərəcədə gözə girmirlər. Allah kül sizin başınıza. İşlədiyiniz də budur da, 300 dollara işləyirsiniz də. Ən uzağı 300 dollara işləyirsiniz də. 300 dollara Almaniyada iç saxlayırlar. Hökumət, bələdiyyə. Almaniyada 300 dollara iti yedizdirir. Həyat itlərinə baxırlar. Allah, həyat iti qədər qiymətiniz yox deyə sizin. Ay dəmir yumruq deyən qəhbələr. Arvadı uzun amcığına girsin o dəmir yumruq. Həyat iti qədər sizin qiymətiniz yox deyə. Almaniyada mənim qohumlarım danışır. Mən mətəl qalmışam. 320 euro. Demək, Almaniyada həyətin itinə baxırlar, o soğuqdan ölməsinlər deyə. Onların bələdiyyəsi, hökuməti, onlar üçün domiklər tikir, onları yedizdirir, itizdirir. İt qədər hörmətiniz yox deyə yibi olmaz. Sizin diliniz yox deyə danışmağa. Gedin özünüzü yandırın, siz. Gedin asın özünüzü bilət. Gedin asın özünüzü. Başa düşdünüz? Asın ya da atın özünüzü dənizə. Yaşamayın siz. Siz yaşamayın. Siz bizə niyə vətən xaindirsə? Qəhbələr. Sizin nazirləriniz ağzınıza verir sizin. Sizin millət vəkilləriniz sizi daldan qabaqdan qayırır. Siz bu dayağa soğuqda oturmuşsunuz. 2 həftədir qazınızı kəsiblər. Limitə, tavana otuzdurublar sizi qumara. Tavana otuzdurublar sizi. Arvad uşaq qalmayıb, kabinetlərə göndərəsiniz. İşə düzəlmək üçün. İşə düzəlmək üçün həm pul verirsiniz, həm anavızı göndərirsiniz nazirlərin kabinetə ki, bir anavızı çaldırsın ki, sizə bir dənə polis işi versinlər. Amma siz busuz da bilək. Başa düşdünüz siz. Siz mənim sözümü niyə danırsınız ki? Mən bu məmləkətin insanıyam da. Mən bu məmləkətin insanıyam da. Mən bu torpaqda böyümüşəm, bu torpaqda yaşamışam da mən. Sizi doğan ana kimi mənə doğan ana doğub, sizi çıxardan ata kimi mən sizin hikinizi də bilirəm, tikinizi də. Çünki mən bu məmləkətin insanıyam. Mən öz xalqımı bilirəm də kim nədir. Kto kimdir, şit, harası ilə nəfəs alır. Mən başqa yadelli deyiləm ki. Yadelli deyiləm ki, deyəsən bu yadelli məndən danışır. Ay qəhbə, əlbəttə mən qaçmalıyam. Mən niyə sən kimi götümü verib, sikdirib yaşamalıyam ki? Mən niyə qəhbə olmalıyam ki? Gəlmişəm əlimin zəhməti ilə işləyirəm. Mən göt yuyaram. Yuyuram da. 1200 dollara, 1300 dollara göt yuyuram da. Pampers də dəyişdirirəm, xəstə də baxıram. Bəli, göt yuyuram, göt vermərəm siz kimi. Amma sizdə zapadlodur. Mən deyəndə ki, mən göt yuyuram, 1200 dollar pul alıram, mənə gülürsünüz. Siz predpoçitać edirsiniz götü verməyi, götü yumayı yox. Amma oğul istəyərəm ki, götü yuyub pul qazansın, götü verib pul qazanmasın bilət. Paskudalar bilət, paraşmandovkalar bilət. Başa düşdünüz məni? Mən ürəyimi boşaltdım sizə. İndi uşaqlar işə gedir. Mənim balalarım, Allah sizi xoşbaxt eləsin. Baxın bu səhnəyə, baxın mənim videoma. O bursu da Orxan, o təranəni çəkmişəm baboşla. Adı nədir o? Fatima. Fatimanı aç görəcəksən. Tort şəkli. Fatima tort şəkli. Aç orada görəcəksən təranə ilə babuşu. Allah sizin köməyiniz olsun. Onsuz da Azərbaycan bitdi. Azərbaycanı arzulanmayın bundan sonra. Yəni mən gördüyüm bir dünya görmüş bir insan kimi, bir yaşlı bir insan kimi dünya görmüş adamam da indi nə qədər olsa sizdən bir neçə bayram böyüyəm, bəlkə də çox böyüyəm sizdən. Onu demək istəyirəm ki, Azərbaycanda bundan sonra sevgi, nə bilim, həyat, köhnə hala yaşamayı gözləməyin. Azərbaycanı elə günə qoydular ki, Azərbaycanın dərdinə çarə olmayacaq mənim balalarım. Azərbaycanı bitirdilər. Əsasən Bakının o gecələrində çıxardıq bulvara, uşaqlarımızı götürərdik, torumuzu doldurardıq çayla.
uşaqlarımız üçün pirojna, pirajki bişirərdik. Gedərdik uşaqlarımızı gəzdirərdik bulvarda. Ondan sonra gələrdik məsəl üçün adı nədir onun? Addıxat eləyərdik. Səhərlərə qədər bulvarda gəzərdik. Azərbaycan vəsə bitdi. Azərbaycanı bitirdilər. Azərbaycanı yox elədilər. Azərbaycan oldu qəhvəxana, bulvarı eləyiblər stanok, skameykaları eləyiblər stanok. Azərbaycanı bu üçün dəhşətli bir yola qoyublar, başa düşürsünüz. Elə bir yer olub ki, Targovaya çıxmaq olmur, ailələr öz uşaqları ilə gəzə bilmir. Yəni elə bir vəziyyət oldu bu dəqiqə. Dəhşətli bir palajeniya oldu. Ona görə də heç ümid eləmiyim. Mən inanmıram ki, keçmiş kimi biz xoşbəxt həyat yaşaya biləcəyik. Akazsa biz nə gördük, elə Rusun vaxtında gördük. Akazsa biz nə gün gördük, nə xoşbəxt gün yaşadıq, elə Rusun müstəmləkəsinin altında gördük.